Değerli izleyiciler, bugün biz Real Hospital Tiroid Metabolizm Mərkəzinə müraciət etdik, bir pasiyenti əməliyyat etdik. Əməliyatda göstəriş nə idi? Qalxana bənzər vəzin böyük həzmdə olması, xəstədə boğulma, sıxılma əlamətlərinin olması və xəstə uzun müddətli zəhəri zordan, daha doğrusu diffuz düyünü zordan əziyyət çəkirdi və əməliyyat öncə müayinədən keçdikdən sonra məlum olmuş ki, böyük bir həzmdə qalxana bənzər vəzdə düyünlər qeyd olunur və xəstənin boğulmasına səbəbi də məhz bu düyünlərin böyük olmasıdır ki, bu nəfəs borusunu, traxeyanı sıxır. Və əməliyyatımız artıq yekunlaşıb. Qalxanvari vəzinin həm sol payı, bu sol payı düyünlənməyəcək, bu sağ payıdır. Bircə səs yazısından izah olundu, tam xarici olundu. Buradan mesajım nədir? Yəni belə xəstələr bəzən görsə əməliyyatdan qorxurlar, ki, məndə düyün var. Amma əməliyyatdan qorxmaq lazım deyil. Çünki düyünün həzmi böyüdükcə, vəzin həzmi böyüdükcə əməliyyat da çətinləşir. Həm bizim cərrahlar üçün əməliyyatın gelişi texniki olaraq çətinləşir, həm əməliyyat zamanı qaydan qırtlaq sinirinin ki, düyünün bitişmə ehtimalı və ya onu sıxma ehtimalı, kompresiya ehtimalı daha yüksək olur deyə əməliyyat zamanı biz o sinirə toxuna bilirik. Və buradan da onu qeyd etmək istəyirəm ki, əgər sizdə düyün varsa, düyün böyürsə qorxmayın, vaxtında müraciət edin həkimə. Bəzi hallarda xəstə qorxur deyə, yəni endokrinoloqlardır, terapevtlərdir, bunları müşahidə altında saxlayırlar. Düyünlər ki, yəni onlara xəstə qorxduğu üçün o qərar verirlər. Amma cərrahdan qorxmaq lazım deyil. Əgər düyün böyürsə, əməliyyat olunmalıdır və vəz tam xarici olunmalıdır. Bu xəstənin əməliyyatı uğurla yekunlaşdırır, sabahda xəstədən bir müsahibə götürər. Sağ olun. Dəyərli izləyicilər, dünən biz əməliyyat etdiyimiz xəstəni əməliyyat zamanında mən məlumat verdim ki, əməliyyatdan sonra da pasiyentin danışılası, o öz təsiratlarını bizlə bölüşər. Siz nə vaxt bu əlamətləri hiss elədiniz ki, sizdə zor var, düyünü zor var? Mən qardaşım 4 il qabaq belə. 4 il əvvəl bildiniz ki, sizdə zor var. O zaman nə əlamətlər var? Boğulma idi, sıxılma, başqa nə şikayətlər olursa? Yox, mən öskürmək başlayırdım, baxırım, nəsə şeydir. Nəsə var. Bəli, bəli. Yəni o dünən əməliyyat zamanında biz gördük ki, sizdə böyük bir ölçüdə düyünlər var. O düyünlər bəli, nəfəs borusunu sıxırdı. Bəs niyə gecikdiniz? Yəni bu vəziyyətə niyə çatdırdınız? Əməliyyatdan qorxdunuz elə? Qorxdunuz əməliyyatdan, amma qorxmaq lazım deyil. Yəni qorxmağına dəyərdi, sözü səmimi bir mən çox yaxşı düşdüm sizə, doktor, çox minnətlərim sizə. Siz hər şey yaxşı eləyibsiniz. Operasiya əla keçib. Hər şey yüksək səviyyədə oldu, sözsüz ki. Necə oldu? Bizim klinikanı seçdiniz? Hansısa bir həkim yönləndirdi, yoxsa? Yox, sizin pasiyentiniz. Hə, bizim pasiyent. Yəni bizdə də əksər elə olur ki, yəni pasiyentlərimiz bizdən razı qalır və gedir digər pasiyentdə də bir problem olarsa, o da o qonşusundan, qohumundan soruşur ki, sizdə kim əməliyyat edir? Uşaqlar haçsızda da hər şey yüksək səviyyədə oldu. İnşallah da bu gün də gedirsiniz və təyinatlar da başa salınır qızımıza. İnşallah hər şey yaxşı olacaq. Bir aydan sonra görüşürüz. Oldu. Çox sağ olun. Nədir xidmət edirlər? Real Hospital olaraq hər halda tibb bacıları yaxşı baxdı. Yaxşı baxdı. Yaxşı baxdı. Oldu. Allah kömək olsun sizə, keçmiş olsun. Sağ olun. Sağ olun.